Qırxbuğum həm dadlı, həm də müalicəvi bitkilərdən biridir. Növləri çoxdur, müxtəlif adlarla da tanınır. Ona yolotu, yalotu, xarmanotu da deyirlər. Latınca adı Polygonum avicularedir. Vətənimizdə əsl adı qırxbuğumdur. Otqulaq ailəsinin üzvüdür. Təbiətdə öz başına böyüyən, gövdəsi sərt, yarpaqları yaşıl cavan, tumurcuğu və qol budaqları çoxlu buğumlardan ibarət olduğuna görə adına qırxbuğum deyirlər. Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. Tərkibi kumarin, efir yağları, C vitamini, kalium, kalsium, maqnezium, sink, dəmir və antosiyanlarla zəngindir. Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları və toxumları istifadə edilir. Bu bitkidən həmçinin vərəm xəstəliyi, ağciyərlərin bronxiti, göy öskürək, qaraciyər xəstəliyi, astma, ürək şişkinliyi zamanı da olduqca faydalıdır. Sidik qovucu, təbii antiseptikdir. Uroloji xəstəliklər, hipotenziv böyrək və sidik kisəsi daşlarında müalicəvi təsir göstərir. İshal, dizenteriya, öd daşı xəstəliyi, öd kisəsi yeniləyici kimi rol oynayır. Əsasən qastrit, mədə və 12 barmaq bağırsaq xoraları zamanı bişirilib yeyildikdə pozulmuş mədə bağırsaq sistemini qaydasına salır. Daxili qanaxmalar zamanı qanartırıcı, qansaxlayıcı, təmizləyici və laxtalandırıcıdır. Damarları daxildən möhkəmləndirir. Ateroskleroza qarşıdır babasil. Qanaxmalar zamanı büzücü təsir edir. Abort, doğuş, menstruasiyada qankəsici kimi istifadə olunur. Qırxbuğumun qəbulu qan təzyiqi yüksək olanlar üçün daha faydalı sayılır. Duz-su mübadiləsi, metabolizmi, qanda şəkəri tənzimləyir. Yüksək toksiki olmadığı üçün uşaqlar və qocalarda rahatca yeyə bilər. Bədəndən zərərli toksinləri çıxarır. Artıq duzları qovur, şüalanmadan qoruyur və iltihab proseslərinin qarşısını alır. Dəri, malyariya xəstəlikləri, şişlər, podaqa zamanı da çox faydalıdır. Antioksidant, antihelmint, qurd qovucu, fitonsid, qızdırma salıcı kimi xüsusiyyətə də malikdir. Stomatit, gingivit zamanı faydalıdır. Dərman məqsədilə qırxbuğumun çiçəkləyən zaman onun yerüstü hissələri yığılıb qurudularaq çay dəmləməsi kimi yeməkdən qabaq gündə 2-3 dəfə içilir. Qırxbuğum çiğ və ya bişirilmiş halda qida kimi də yeyilir. Bəs kimlər diqqətli olmalıdırlar? Qanı qatı olanlar və yaxud tromba meyilli xəstələr, eləcə də böyrək və sidik yollarında soyuqlaması olanlar, həmçinin hamiləlik dövründə istifadəsi ziyandır. Bəs siz bu nemətdən istifadə etmisinizmi? Nəticəsini görmüsünüzmü? Rəylərdə yazın. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.